Siz altıncılar, hər birinizi xoş gördük. Bugünlər sizinlə Rozetta daşının sirrinin iş dəftərini, Rozetta daşı mətninin iş dəftərini işləyəcəyik və bunun üçün kanalımızda davamlı videoların gəlməsi üçün nə edirsiniz? Abunə olursunuz. Sonra bəyənirsiniz, paylaşırsınız. Cəbrayıl Ali kanalında dərsliklərin izahlarını izləyirsiniz. Buna diqqət yetirmək lazımdır. Deməli, keçək suallarımıza. Dinlədiyin mətnin məzmununa görə variantlardan uyğun olmayanı istəyir bizdən. Deməli, burada xalqın təhsil və mədəniyyətin geri qalması, bəli, dilin inkişafına mane olur. Başqa xalqın əsarəti altına düşməsi dilin inkişafına mane olur. Xalqın özünə məxsus əlifba yazma mədəniyyətinin olmaması dilin inkişafına mane olur. Amma dilin çətin mənimsənilməsi deyə bir şey yoxdur. Xalq əgər bir dili yaradıbsa, onu mütləq şəkildə öyrənir. Söz boğçasında verilmiş sözlərin köməyi ilə krosswordu doldur. Söz boğçasını yəqin ki, kitabdan baxaraq eləyəcəksiniz. B dedi və yaxud müəllimə sizə əzbərlətdiribsə, çalışın, o sözləri əzbərləyin, görün söz boğçasında hansı sözlər var, hansı sözləri bizdən istəyir. Deməli, gəlin baxaq burada görək hansıları bilirik, hansıları bilmirik. Söz boğçasında əslində var da bunlar. Vəzifə, rol, işlədilmə məqsədi, təyinat. Söz boğçasında var idi bu. Təyinat. Qədim rol dünyada üzərində yazmaq üçün ən geniş yayılmış material papirus. 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 Növbəti Şərq ölkələrinin tarixini, dilini, mədəniyyətini öyrənən alim və bununla bağlı bir çalışma var idi ki, ç və şunas sözlərinin oxşar cəhətlərini istəyirdi bizdən. Burada şərq şunas. Şərq şunas. Növbəti qoşunları idarə edən orqan. Qoşunları idarə orqan qərargah. Qərargah. Dili tədqiq edən alim, dilçi, buna dillərinə lingvist. Lingvist, düşməndən qorumaq məqsədilə düzəldilən müdafiə tikilləri, bu var istehkam. Bunun hamısı kitabın dalında söz boğçasından əldə edə bilərsiniz. Şunas şəkilçisini sözlərə əlavə edərək yaz. Deməli, Misir şunas, Azərbaycan şunas, şunas, Nizami şunas, bir də Füzuli şunas. Bunlar da nədir uşaqlar? Misiri öyrənən alim, baxın burada gördüyünüz kimi öyrənən alim deyil. Deməli, bunların hamısı Misiri, Azərbaycanı, deməli Misirin tarixini, mədəniyyətini, öyrənən alim. Eyni şey Azərbaycana da aiddir. Burada Nizaminin, Füzulinin əsərlərini, ikisinin də yaradıcılığını, öyrənən alim. Buna da biz deyirik Nizami şunas və yaxud Füzuli şunas. Mətndə hansı ölkə xalqlarının adı çəkilmişdir? Burada belə deyirik, türklərin adı çəkilib. Yox, türklərin xalqı olaraq çəkilib. Amma ölkə olaraq Misir, Roma, şəhər olaraq Roma, başqa nə var? Fransa, xalq olaraq türklər, ingilislər,
Elə Misirlilər də aiddir, Romalılar, Fransızlar, Misirlilər də bura aiddir, xalq olaraq var idi. Miladdan öncə, deməli, miladdan öncə 2-ci əsrdə qədim Misir dövləti süqut etdi və Roma imperiyası əyalətinə çevrildi. Əyalətinə çevrildi. Bu nə demək idi? Deməli, buna görə də Misir yazısı, dili unuduldu. Fransa ordusunun əsgərləri qan-tər içində xəndək qazırdılar. Nəyə görə? Bunun səbəbi nə idi? Çünki bunun səbəbi döyüşə hazırlanırdılar. Pierre Bouchard tapılan daşın dəyərli arxeoloji tapıntı olduğunu başa düşdü və onu qərargaha göndərdi. Və həmin daşı qərargaha apardı da. Qərargaha göndərdi. Növbəti üzərində rəqəm yazılar olan bu sirli Rosetta daşı adı verildi. Çünki belə deyək də, həmin şəhərdə də şəhərin adına görə Rosetta adlanırdı. Növbəti, Rosetta daşı ingilislərə təhvil verirdi. Səbəbi o idi ki, fransızlar məğlub oldu. Növbəti, Rosetta daşının sirri mətni informativ mətindir. Belə, çünki biz Misir dili və yazısı haqqında məlumat alırıq. Rosetta daşı və Şampolyonun kəşfi mətni izah edici mətindir. Bunun səbəbi nəyə görədir? Çünki Rosetta daşının oxunması üçün belə deyim, nə ola bilər? Rosetta daşının açılması üçün çünki Misir hieroqliflərinin öyrənilməsində Rosetta daşının köməyindən danışır. Məyini izah edir. Növbəti artıq burada bizim qrammatika qaydalarımız gəlir və qrammatika qaydalarında yeni qaydamız ki var. Hiperonim və hiponim. Nə var burada? Əsas nitq hissələrinin hiperoniminə hansı hiponimlər daxildir? Deməli, bura say daxildir. Bura əvəzlik daxildir. Və bura feil daxil. Əvəzlik nə? Yox. Zərf əvəzlik verilir və feil daxildir. Deməli, gəlin bura say. Əşyanın miqdarını və sırasını bildirir.
Ondan sonra zərf feili birinci yazar. Mən yerinləri səhv yazmışam. Feil hərəkət bildirir. Zərf hərəkətin tərzini, zamanını, yerini və kəmiyyətini bildirir. Oradan başa düşərsiniz. Deməli, hər bir söz sırasını davam etdir və hiperonimini müəyyən et. Soyuducu, şirə çəkən, başqa nə ola bilər? Blender, blenderin başqa adı nə ola bilər? Ət çəkən, ət çəkən. Hiperonimi məişət əşyası. Handball, karate, sonra nə ola bilər? Basketbol, güləş, idman növü olacaq bu. Ürək, bu orqan, insan orqanları, daxili orqanlar. Ürək, ağciyər, qaraciyər, böyrək. Başqalarını da yaza bilərsiniz. Konus, kürə, sonra konus, kürə, nə ola bilər başqa? Prizma, kub, figurlar. Figurlar ola bilər. Hiperonimini. Bu hiperonimi nə ola bilər bunu? Hiperonimini müəyyən et və izah et. Bu çəkicidir. Hə, hiperonimdir. O biri nə idi? Hiponimidir. Bu hiperonimi çəkicidir bunun. Burada mişardır. Mişar. Çəkic nə üçün? Mismar, vurmaq, taxta mismar, vurmaq üçün. Mişar, taxta, ağac, kəsmək üçün. Keçirik qaydalarımıza. Qaydalarımızda deməli, saatlə başlayan şəkilçi artırdıqda nə olur? Hissi, gəlin hissi, fənni və yaxud fənnə. Bu olacaq hissdən, fəndən. Keçirik, dördündən biri səhv yazılıb. Saitlə başladığına görə bu düzdür. Samit gəldiyinə görə birləşib düzdür. Haqqında sait düzdür, amma haqlı sözü bir dənə ilə yazılacaq. Sirdaş Samit gəlib səhv yazılıb. Bu düzdür. Həddində, siz olmaz. Səhvdir, həddin və hədlər düzdür. Göy rəngdə verilmiş sözlərdən istifadə etməklə mürəkkəb sözlər düzəldib yaz. Haqq ədalət. Haqq ədalət. Baxın. Haqq ədalət defislə yazılacaq. Rəsm xəttə rəsm xətt bir dənə olacaq. Həkk getmə. Həkk getmə. Bitki yazılacaq. Özündən sonra sait gəlib. Qanuna zidd. Qanuna zidd olacaq. Çünki sözün sonunda gəlir. Sözlərin düzgün yazılış yoxsa yanlış yazıldı. Düzgün yoxsa yanlış yazıldığını. Haqq hesab səhv. Bu haqq hesab bu düzdür. Bu səhvdir. Həddüdud
Hüsn xəttdir, bu səhvdir, bu düzdür. Sonra sonra növbəti sırada hansı sözlər düz yazılıb, ona diqqətli olaq. Burada defslə yazıldığına görə hədd hüdud düzdür, bu səhvdir. Dəstxət düzdür. 2 dənə səhvdir, çünki sonda gəlir. Düzgün yazılış. Hökmlə. Rəhmli. Hüzünlü. Həcmli. Sehrli. Düzgün yazılmış sözləri qeyd et. Üzr, qəsr, hüzün, cisim. Deməli, cisim, üzr, hüzün və qəsr sözləri doğru yazılıb. Sətir sözündə i var, nəbz sözündə i yoxdur, sehr sözündə i yoxdur, cəbr sözündə i yoxdur. Növbəti izahda görüşərik hələlik.